Növbəti sınağa baxaq. Növbəti sınaqda deməli verib bizə 61-ci sualda deməli verib 4,2 vurulsun 9,7. Bir də üstəgəl 5,3 bölünsün 11,3. Deməli bunu necə yazırıq? Əvvəl düzgün olmayan kəsrə çevirirəm. O da olur 2,8, 9. 4-ü 2 vurub üstünə 1 gəlirəm. Vur 9,7. Üstəgəl 3,15, o da 2,17. Böl 3,33, o da 1,34. Deməli, ixtisar var burada. 9-da ixtisar getdi. Qaldı 2-də 7. Üstə gəl. Burada da 3-də 17 vur tərsinə. 34-də 3. 3-lər də gedir. 17 ilə 34 gedəndə 2-də 1 qalacaq. Və 2-də 7 üstə gəl 2-də 1. O da bərabərdir. 2-də 8. 8-də 2 bölündə 4 olacaq. Cavab Y variantı. 62-ci sualda deyir ki, alfa iti bucaqdır, beta kör bucaqdır. Bizdən soruşur, deməli, alfa üstə gəl beta bərabərdir 200 olarsa, beta bucağının ən kiçik bucağı. Betanın ən kiçiyini soruşursa, deməli, alfa ən böyük olmalıdır. Ən böyük iti bucaqda 89 dərəcədir. Mən alfanın yerinə 89 yazacağım. 89 üstə gəl beta bərabərdir 200. 200-dən də 89-un çıxanda deməli 1, 9-dan 8, 1, 111. Deməli, beta olacaq 111 dərəcə, o da olacaq B variantı. 63-də əkob istəyir bizdən, əbob istəyir bizdən 132 ilə 198-i. Vurğularını ayırsaq 2-yə bölürəm 6 dəfə 66, 2-yə bölürəm 33, 33-ü 3-ə bölürəm 11, 11 də 11-ə bölürəm 1 dəfə. 198-i 2-yə bölürəm 99, 99-u 3-ə bölürəm 33, 33-ü 3-ə bölürəm 11, 11-i də 11-ə bölürəm 1 dəfə. Əbob ortaqlardır, 2 də ortaq, 3 də ortaq, bir də 11 də ortaq, başqa ortaq yoxdur. Cavab 2 vurulsun, 3 vurulsun 11, cavab olur 66 D variantı. Növbəti sual 64-cü sualdır. 64-cü sualda deyir ki, 64-cü sualda deyir ki, əgər 1, 3, 4, A, B ədədi 25-ə tam bölünərsə, A üstə gəl B cəminin ən böyük qiymətini tap. 25-ə bölünmə əlaməti son 2 rəqəmdir. Son 2 rəqəm 13.400 bölünə bilər. 13.415 yox, 25 bölünə bilər. 13.450 bölünə bilər. 13.475 bölünə bilər. 13.400 başqa yoxdur. Ən böyük elə bizdən soruşur ki, AB cəminin ən böyük qiyməti. Burada 0 eləyir, burada 7 eləyir, burada 5 eləyir, burada 12 eləyir. 12 olacaq, cavab Y variantı. Növbəti test gəlir 65-ci sual. 65-ci sualda deyir ki, bizə verib ki, deməli, AB üstü xət bərabərdir 2A üstə gəl 3B-dir. A üstə gəl B cəminin ən kiçik qiymətini istəyir. Əvvəl bunu açıram, olur 10A üstə gəl B bərabərdir 2A üstə gəl 3B. A-ları bir tərəfə keçirirəm, B-ləri bir tərəfə. 10A çıxılsın 2A bərabərdir 3B çıxılsın B. Alıram buradan 8A bərabərdir 2B-yə. Hər tərəfi 2-yə bölsək, bu 2B-dir. Hər tərəfi 2-yə bölsək, alırıq ki, 4A bərabərdir B-yə. Onda B 1 olsa, A 1 olsa B 4 ola bilər. A 2 olsa B 8 ola bilər. 3 qoya bilmirəm, çünki 3 qoysam B 2 rəqəmlə də olur. Bizdən ən kiçik qiymətini istəyir. 1 ilə də 4-ün cəmi cavab 5 olacaq. O da olur D variantı. 66-cı sual sadə sualı, çətin sual deyil. O qədər də. Deməli, bizə bir dənə açıq bucaq verib, belə bir şəkil çəkib. Bura 90 dərəcə yazıb, bura D yazıb, bura Y yazıb, bura 50 dərəcə yazıb, bura A yazıb, bura B yazıb, bura C yazıb. ADB bucağını istəyir, bu bucağı istəyir. Təbii ki, bura 90-dır. 90 ilə 50-ni toplayıb bu bucağı tapacam 140 dərəcə. Açıq bucaqdan da, yəni 180 dərəcədir. 180-dan da 140 çıxıb buranı tapacam 40 dərəcə. Elə ADB bucağı 40 dərəcə, o da D variantı olacaq. 67-ci sualda sonlu onluq kəsirləri istəyir. Hansı sonlu onluq kəsir ola bilməz? Biz bilirik ki, məxrəci vurğularını ayıranda vurğuları 2 və 5-lərdirsə, ancaq 2-lər də ola bilər, ancaq 5-lər də ola bilər, 2 və 5 də ola bilər. 2 və 5-lər və 2-lər və yaxud da 5-lər varsa sonludur. Qalan hallarda sonsuzdur. Fikir versəniz, 25-in vurğuları 5-dən 5-dir, deməli sonludur. 16-ın vurğuları 2-lərdir, 2 vur 2 vur 2 vur 2 sonludur. 20-nin vurğuları 2 və 5-lərdir, 2 vur 2 vur 5 sonludur. 45-in amma vurğuğunda 3 var, çünki 9 vur 5-dir, 9-da 3 vur 3 vur 5-dir. Ona görə sonsuz 45-də 14 olacaq, o da cavab olur D variantı. Gəldik 68-ci suala. 68-ci sualda deyir, işçilər yolun 110 kilometrini asfaltladıqdan sonra bütün yolun 45% asfaltlanmamış qalıb. Yaxşı, 110 kilometrini asfaltlayıblarsa, 45% qalıbsa, bəs asfaltlanan neçə faizdir? Onda mən 100-dən 45-ini çıxacam.
Yəni asfaltlanan 55%-dir. Bizdən yolun ümumi uzunluğunu istəyir. Onda 100%-ə x yazacağım. Yəni bütöv yol x-dir. Bütöv yol x-dir, x-ım da 100%-dir. Və bunu çarpaz vurub həll edəcəm. X vurulsun 55 bərabərdir 110 vurulsun 100. X bərabərdir 110 vurulsun 100 bölünsün 55. 110-u 55-ə böləndə 2 dəfə düşür. 2-ni də 100-ə vuranda 200 olacaq. Bütöv yol 200, o da olacaq A variantı. Gəldik, deməli, 69-cu sual. 69-cu sualda deməli belə bir şəkil verib bizə. Bunu isbatla da yazmaq olar. Konkret düsturları var, düsturla da yazmaq olar. Deməli, düsturla belə yazırıq ki, 170 dərəcəsə qonşusu olacaq 10 dərəcə və biz bilirik ki, bu qıraqdakıların cəmi həmişə bu ortadakına bərabərdir, cavab 40 dərəcə. Yox, əgər sən isbatlı filan yazmaq istəyirsənsə, onda bu şəkildə yazırlar. Əgər bura 30 dərəcədirsə, bura alfadırsa, bura 170 dərəcədirsə, onda başqa bir qələmlə çəkirəm, qara ilə. Buradan bir dənə paralel xətt çəkirəm, uzadıram xətti. Bu 30-dursa, burada 30-dur. Bu 170-dirsə, burada 10-dur. Çünki bunlar uyğun bucaqlardır. Amma 170 ilə 10 daxili bir tərəfli bucaqlardır. Bəli, indi cavab 40 elədir. Ona görə cavab 40 olacaq. Gəldik 71-ci suala. 70-ci suala. 70-ci sualda deməli 70-ci məsələdə deyir ki, bir sinifdəki şagirdlərin 5də biri eynəkli qız, 5də 4-ü isə onda eynəksiz qızdır. 3də biri eynək taxmayan oğlanlardırsa, 3də 2-si taxan oğlanlardır. 6da biri isə eynək taxan oğlanlardır. İndi baxaq. 5də 1, hamısına ortaq məxrəc 30 verdim. 30-da 6-sı eynəkli qızdır. Eynəkli qız. 30-da 10-u eynəksiz oğlandır. 6-da 1-i, yəni 30-da 5-i də eynəkli oğlandır. Eynəksiz oğlanla eynəkli oğlanları toplayanda 30-da 15-i oldu bütün oğlanlar. Bütün oğlanlar 30-da 15-dirsə, onda yerdə qalır 30-da 15-də təzədən yenə qızlardır. Qızlardan da mən çıxacam eynəkliləri. 30-da 15-dən də təzədən 30-da 6-sını çıxmalıyam ki, görüm yerdə nə qədər qız qalır. Eynəksiz, eynək taxmayan qızları tapıram. O da 30-da 9 verir. Onu da ixtisar edəndə 13 eləyəcək. Cavab 13 D variantı. Sonra 71-ci sualda da deyir ki, əbob AB bərabərdir 4-dürsə, A vur B də 76-dırsa, 176-dırsa. Bizdən soruşur A üstəgəl B cəmini. Deməli, uşaqlar, əgər əbob 4-dürsə, deməli A 4-ə bölünür, 4-əm yazıram. B də 4-ə bölünür, 4-əm yazıram. Onda gətirib burada yerinə yazıram. 4-əm vurulsun 4-əm bərabərdir 176. Olur 16 MN bərabərdir 176. MN bərabərdir 11-ə. Bizdən AB cəmini istəyir. 1-i 11-ə vuranda 11 eləyər. Onda A olacaq 4 dəfə 1-in 4, B olacaq 4 dəfə 11-in 44. Bunların da cəmi eləyəcək 48. 72-ci sualda da deyir ki, bir nasos hovuzu 4 saata, digəri 6 saata boşaldır. Biri doldurur, biri boşaldır. 4 saata doldurursa 4də 1 hissə, 6 saata boşaldırsa 6da 1 hissəsini doldurar 1 saata. Birinci nasos 3 saat işləyir, vururam 3-ə. İkinci nasos 4 saat işləyir, vururam 4-ə və bunları çıxıram. Niyə çıxıram? Çünki biri doldurub, biri boşaldanda çıxılmalıdır. İndi bunlar da ortaq məxrəc. Deməli 4-dür, çıxılsın. 3-də 2-dir. 3-də 2. Ortaq məxrəc verirəm 12. 12-ni 4-ə böləndə 3, 3-ə böləndə 4. 9 çıx 8. 12-də 1 hissəsi dolmuş olar. Bizdən də hansı hissəsi dolmuş olar? Elə 12-də 1 cavab C variantı.